Xoş gördük. Kanalımıza abunə olun ki, sizdən gələn sualları mən cavablandırım, siz də eşidəsiniz. Sual belədir, çox qəşəng sual. Hormonal dərmanların qadın sağlamlığına təsiri nə qədər ciddidir? Əslində bilmirəm bu suala hardan başlayım cavab verməyə. Niyə siz bu sualı verirsiniz? Çünki gedirsiniz həkimə, həkim sizə 2 səhifəlik dərman yazır və əlbəttə ki, sağlam düşüncə ilə adamda belə bir fikir yaranır ki, bu qədər dərmanı mən niyə qəbul etməliyəm? Axı bunların hər birinin yan təsiri var. Və artıq belə bir təsəvvür yaranır ki, həkim dərman yazan bir məxluqdur, yad planetlidir. Hardasa haqlı olaraq. Halbuki əslində necə olmalıdır? Əslində həkim, xəstəliklər sadəcə dərmanla müalicə olunmur. Elə xəstəlik var ki, o əməliyyatlıqdır. Elə xəstəlik var ki, dərmanlıqdır. Elə xəstəlik var. Ümumiyyətlə xəstə deyil. Xəstə gəlib şikayətlərini dinləyirsən, müayinə edirsən, görürsən ki, əslində çox ortada bir xəstəlik də yoxdur. Elə durum var ki, sən onu həyat tərzi ilə müalicə edirsən. Eləsi var diyeta ilə, eləsi var idmanla, təbii üsullarla müalicə edirsən. Həkimlik sadəcə dərman vermək və əməliyyat eləmək deyil. Ona görə də mən həkim götürüb xəstəyə doğrudan da ehtiyac olduğu halda dərman yazanda, hormonal tərkibli dərman yazanda, xəstə başqa həkimlər lazımsız yazır deyə türklər demişkən huylanır ki, görəsən mənə doğrudan lazımdır yoxsa yox, bəlkə həkim bunu yazıb birdən mənə pis təsir eləyər. Birdən mənə pis təsir eləyər. Mənim işim odur ki, sənə pis təsir eləməsin, yaxşı təsir eləsin. Hansısa həkim ağına bozuna baxmadan lazımsız dərmanlar yazıbsa, mənim günahım deyil axı. İndi hormonal sözü. Nədir ki, yəni bu hormonal dərman nə deməkdir? Nə başa düşürsüz? Yəni niyə ziyanlı olmalıdır ki? Sözümün canı odur ki, bu sualın konkret cavabı bəli. Bütün dərmanların yan etkisi var. Qədim bir həkimlikdə atalar sözü var ki, hər bir dərman zəhərdir, onu dərman edən dozasıdır. Hər şey qədərində yaxşıdır. Bu dərmanlar biz ehtiyac varsa yazırıq, ehtiyac yoxkən yazıramsa zaten mən həkim deyiləm. Mən ona ehtiyac varsa yazıram. Ehtiyac nə deməkdir? Yəni sənin bir xəstəliyin var. Onu düzəltmək, bu dərmanı yazmaq sənə faydalıdır. Həkimlik nədir? Tamamilə tərəzinin gözünə qoymaqdır. Dərmanı yazsam necə olar, yazmasam necə olar? Və hansı ağır basırsa onu edirik. Xəstənin faydası üçün hansı hərəkət düzgündürsə onu edirik. Mən dərmanı hormonal ya qeyri-hormonal, ancaq o halda yazmalıyam ki, mən həkim olaraq. Onun faydası ziyanından çox olsun. Yazmasam daha pis olar, nəinki yazsam. Belə halda içməlisiniz də o dərmanı. Yəni hormonal dərman olmaz. Elə situasiya var ki, sənin elə çatışmayan hormonlu mən o dərmanı yazmaqla yerinə doldururam. Özüm də mənim işim budur ki, onu hesablayım görüm nə qədər yazmalıyam. Bu qədər. Yəni bu elmdir, bu sənətdir. Hər küçədən keçən yazmır ki o dərmanı. Siz o küçədən keçənə gedirsinizsə, xahiş edirəm bir araşdırın, diplomunuz adını soruşun, ondan sonra gedin həkimə. Çox sağ olun.